Bir söz deyim. Bir gün evə gedirdim. Mən evə getməmişdən qabaq şəhəri laf gecə saat 1 olsa da, 12 olsa da şəhəri maşınla gəzirdim. Sonra evə gedirdim. Sumqayıt yolunun dayanacağında bir 500 adam yığılıb, biraz da soyuq hava idi, şaxtalı hava idi. Gərək elə yanvar ayı düşdüm, görüşdüm, elədim, dedim, xeyr olar, niyə burada durmuşsunuz? Dedi, avtobus yoxdur. Uşaqları yolladım, dedim, gedin avtobus parkının direktoruna, baş mühəndisin, o tutduğum rola, bu özləri gəlsin, şofer gəlməsin. Bunlara 3 saat Sumqayıt adam daşıtdırdım. Maşın sürməyə, avtobus sürməyə öyrənməyən adamlar, tərbullara götürüb gedib. Nəysə, gəlib sonra dedim, başa düşdünüz də, dedi, hə. Gəldim, sabah Əbülfəz bəyə məruz eləmək istədim ki, bu bir istənsin, əlinə vursun sola ki, bunları bir mexanizm işə gətirək. Deyəm, Əbülfəz bəy, dünən Sumqayıt dayanacağında bir 300-400 adam yığılmışdı. Sələ də söyürdülər mayada. Mən bunu deyirəm ki, bu adam istənsin, əlini vursun stola desin ki, qələt edildilər, tutmur, nə mana desə yaxşıdır. Dedik, sevin. Qoy bilsinlər ki, qoy xalq ürəklənsin, görsün, prezidenti də söymək olar, Daxili İşlər Nazirini də söymək olar. Bax, bunun millətə olan sevgi yanğısı buydu.